Dəmir yol keçidlərindəki hərəkət qaydalarını qanundakı maddələrə istinad edərək öyrənək. Ölkəmizdə qüvvədə olan yol hərəkəti haqqında qanunun 1-ci maddəsində dəmir yol keçidi anlayışı verilməyib. Lakin sürücülər bilməlidirlər ki, dəmir yol keçidi avtomobil yolunun dəmir yol xəttləri ilə eyni səviyyədə kəsişməsidir. Soldakı şəkildə dəmir yol keçidi, sağdakı şəkildə isə avtomobil yolunun dəmir yol xəttləri ilə müxtəlif səviyyədə kəsişdiyi yol keçidi göstərilib. Bu şəkillərdə dəmir yol relsləri ilə hərəkət edən nəqliyyat vasitələri, qatar, lokomotiv və elektrik cəryanı ilə işləyən lokomotiv, elektrovoz göstərilib. Bu şəkillərdə isə mühərriklə və əllə hərəkətə gətirilən dəmir yol relsləri ilə hərəkət edən drezinlər göstərilib. Nəqliyyat vasitələrinin sürücüləri dəmir yollarını relslə hərəkət edən bütün nəqliyyatlara yol verməklə yalnız dəmir yol keçidlərindən keçə bilərlər. Relsli nəqliyyatların tormuz yolu avtomobillərə nisbətən çox olduğundan dəmir yol keçidlərində üstünlük həmişə relsli nəqliyyata verilir. Relslər hərəkət hissəsindən hündür olduğundan dəmir yol keçidlərində relslərin arasına hündür beton plitələr qoyulur ki, nəqliyyat vasitələri keçiddən rahat keçə bilsin. Dəmir yol keçidlərindən kənarda isə nahamarlıq səbəbli dəmir yolunu keçmək istədikdə avtomobil relslər arasında ilişib qala bilir. Bu zaman sürücüyə avtomobili oradan çıxarmağa kömək edə biləcək adamın olma ehtimalı da çox az olur. Sürücü dəmir yol keçidinə yaxınlaşdıqda yol nişanlarının tələblərinə riayət etməlidir. Şəkildəki birinci iki nişan bildirir ki, qarşıda şlaqbaumlu və ya şlaqbaumsuz dəmir yol keçidi var. Dəmir yol keçidinə yaxınlaşma nişanlarına əsasən isə sürücü bilir ki, qırmızı xəttlərin sayı azaldıqca dəmir yol keçidinə yaxınlaşır. Soldakı şəkildəki nişan şlaqbaumsuz dəmir yol keçidinin bir xəttli olduğunu bildirir. Bu halda qatar keçən kimi hərəkətə başlamaq olar. Sağdakı şəkildəki nişan isə şlaqbaumsuz dəmir yol keçidinin çox xəttli olduğunu bildirir. Bu zaman qatar keçən kimi hərəkətə başlamaq olmaz. Çünki sizin görə bilmədiyiniz arxa xəttlərdən qatar gələ bilər. Yalnız qabaq xəttdəki qatar bir qədər təxminən 1200-1500 metr uzaqlaşdıqdan və digər xəttlərdə qatarın olmadığını tam yəqin etdikdən sonra hərəkətə başlamaq olar. Dayanmadan keçmək qadağandır nişanı şlaqbaumsuz dəmir yol keçidlərində quraşdırılır və stop xəttinin stop xətti olmadıqda isə nişanın qarşısında dayanmadan keçməyi qadağan edir. Sürücü dəmir yol keçidinə yaxınlaşdıqda göstərilən bu yol nişanlarını gördükdə ilk növbədə sürəti azaltmalıdır ki, relsli nəqliyyata yol vermək lazım gəldikdə avtomobili dayandıra bilsin. Sürücü dəmir yol keçidinə yaxınlaşdıqda nişanlama xəttlərinin də tələblərinə riayət etməlidir. Dəmir yol keçidlərinin yaxınlığında hərəkət hissəsindəki qoşa bütöv xəttin hər iki tərəfdən tək bütöv xəttin hərəkət hissəsinin kənarı sürücüdən sağda yerləşməsi halından başqa qalan yerlərdə kəsib keçməyin qadağan olunması, tək qırıq-qırıq xəttin isə istənilən tərəfdən kəsib keçməyə icazə verilməsi yaddan çıxmamalıdır. Dəmir yol keçidlərinin yaxınlığındakı biri bütöv, biri qırıq-qırıq olmaqla qoşa ağ xəttləri bütöv xətt tərəfdən kəsib keçməyin qadağan olunduğu, qırıq xətt tərəfdən isə kəsib keçməyə icazə verildiyi də sürücünün yadında olmalıdır. Keçidin qarşısındakı stop xətti isə
dayanmadan keçmək qadağandır nişanı olduqda və keçiddən keçməyin qadağan olunduğu hallarda sürücünün dayanmalı olduğu yeri göstərir. Sürücü dəmir yol keçidindən keçmək üçün svetoforun siqnallarını və şlaqbaumun vəziyyətini əsas tutmalıdır. Soldakı şəkildəki kimi svetoforun qırmızı işığının yanıb sönməsi dəmir yol keçidinə daxil olmağı qadağan edir. Sağdakı şəkildəki kimi dəmir yol keçidində şlaqbaum bağlı olduqda və ya bağlanmağa başladıqda da dəmir yol keçidindən keçmək qadağandır. Dəmir yol keçidinə yaxınlaşdıqda sürücü keçid növbətçisinin göstərişlərini əsas tutmalı və yaxınlaşan qatarın, lokomotivin, drizinin olmadığında yəqin etməlidir. Keçid növbətçisi soldakı şəkildəki kimi əlindəki jezli başı üzərində tutduqda dəmir yol keçidinə daxil olmağı qadağan edir. Sağdakı şəkildəki kimi dəmir yol keçidinə qatar yaxınlaşdıqda da keçidə daxil olmaq qadağandır. Sürücü dəmir yol keçidinə yaxınlaşdıqda svetoforun siqnalından asılı olmayaraq şlaqbaumun vəziyyətini əsas tutmalıdır. Soldakı şəkildəki kimi şlaqbaum bağlı olduqda və ya sağdakı şəkildəki kimi şlaqbaum bağlanmağa başladıqda svetoforun siqnalı hərəkəti qadağan etməsə də dəmir yol keçidindən keçmək qadağan edilir. Dəmir yol keçidindən keçən reysli nəqliyyatların sayı çox olduqda keçiddə şlaqbaum və ya yarım şlaqbaum quraşdırılır. Şlaqbaum hərəkət hissəsini tam, yarım şlaqbaum isə hərəkət hissəsinin sağ tərəfinin 2/1-ni və ya 3/2-sini bağlayır. Soldakı şəkildə şlaqbaum, ortadakı və sağdakı şəkildə isə yarım şlaqbaum quraşdırılan dəmir yol keçidini görürsünüz. Dəmir yol keçidində şlaqbaum olmazsa və ya şlaqbaum olarsa, açıq bağlı olmasından asılı olmayaraq svetoforun qırmızı qadağan siqnalı yandıqda keçidə girmək qadağan edilir. Soldakı şəkildə şlaqbaum olmasa da svetoforun qırmızı siqnalı yandığından keçidə girmək qadağandır. Sağdakı şəkildə də şlaqbaumun açıq olmağına baxmayaraq svetoforun qırmızı siqnalı yandığından keçidə girmək qadağan edilir. Dəmir yol keçidinin qarşısında nəqliyyat vasitələrinin keçiddən keçməsini tənzimləmək üçün soldakı şəkildəki kimi bir yanıb sönən qırmızı işıq olan, ortadakı şəkildəki kimi növbə ilə yanıb sönən üfüqi yerləşmiş 2 qırmızı işıq olan, sağdakı şəkildəki kimi növbə ilə yanıb sönən üfüqi yerləşmiş 2 qırmızı və 1 ağ sarımtıl işığı olan svetofor quraşdırıla bilər. 2 qırmızı və 1 ağ sarımtıl siqnalı olan svetoforda qırmızı siqnallar sönmüş olduqda yanıb sönən dairəvi ağ sarımtıl siqnal nəqliyyat vasitələrinin keçiddən keçib getməsinə icazə verir. Dəmir yol keçidlərində hərəkəti keçid növbətçisi də tənzimləyə bilər. Keçiddəki svetoforun siqnalından, şlaqbaumun vəziyyətindən asılı olmayaraq növbətçi soldakı şəkildəki kimi əlindəki jezli və sağdakı şəkildəki kimi əlindəki bayraqcığı başı üzərində tutduqda keçidə girməyi qadağan edir. Keçid növbətçisi soldakı şəkildəki kimi qollarını yana açaraq sinəsi və sağdakı şəkildəki kimi kürəyi sürücüyə tərəf dayandıqda da keçidə girməyi qadağan edir. Keçiddən o tayda tıxac yarandıqda avtomobil keçidə daxil olarsa, bəzən orada dayanmağa məcbur olur. Qarşıda tıxacda olan avtomobil hərəkətə başlayana qədər qatar gələ bilər. Ona görə də keçidə girməzdən əvvəl sürücü keçidi maneəsiz tərk edə biləcəyinə və keçiddən təhlükəsiz məsafəyə qədər uzaqlaşacağına əmin olmalıdır.
Bu səbəbdən də keçiddən o tayda tıxac yaratdıqda və bu sürücünü keçiddə dayanmağa məcbur edə biləcəyi halda keçidə girmək qadağandır. Sürücünün görə biləcəyi məsafədə keçidə qatar, lokomotiv, drezin yaxınlaşdıqda keçidə girmək qadağandır. Keçidin svetofor, şlaqbaumla təchiz edilməsindən, onların vəziyyətindən və keçiddə növbətçi olmasından asılı olmayaraq, keçidə yaxınlaşan resli nəqliyyatı gördükdə sürücü avtomobili keçidin qarşısında saxlayıb resli nəqliyyatın keçməsini gözləməlidir. Çünki svetofor, şlaqbaumun idarə etmə mexanizmi nasaz ola bilər. Növbətçi isə məsuliyyətsizlik edərək qatarın gəlməsinə fikir verməyə bilər. Qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkət zolağına girməklə keçid qarşısında dayanmış nəqliyyat vasitələrinin yanından keçib getmək qadağandır. Keçid qarşısında nəqliyyat vasitələri resli nəqliyyata yol vermək üçün dayanırlar. Eyni zamanda keçid qarşısında dayanan nəqliyyat səbəbli keçidə yaxınlaşan digər nəqliyyatlar qatarı da görmürlər. Ona görə də dayanmış nəqliyyat vasitəsinin yanından keçib keçidə girmək qadağandır. Dəmir yol keçidinə qatar yaxınlaşmağa az qalmış şlaqbaum bağlanır. Bəzən şlaqbaumu bağlı keçid qarşısında dayanan avtomobil sürücüləri səbirsizlik edirlər. Şlaqbaumun çoxdan bağlandığını və ya yaddan çıxma səbəbli açılmadığını düşünərək şlaqbaumu açaraq keçiddən keçmək istəyirlər. Bu çox təhlükəli hərəkətdir. Çünki bu anda qatar gəlib avtomobili vura bilər. Ona görə də şlaqbaumu öz başına açmaqla keçidə girmək qadağandır. Qaydalar qeyri-nəqliyyat vəziyyətində olan müxtəlif kənd təsərrüfatı, yol, inşaat və digər maşın və mexanizmləri dəmir yol keçidindən keçirməyi qadağan edir. Çünki bu nəqliyyat vasitələri qeyri-nəqliyyat vəziyyətində keçiddən keçərkən döşəmə örtüyünü və avadanlıqları zədələyə bilərlər. Soldakı şəkildə otbiçən kombaynın qeyri-nəqliyyat, yəni işçi vəziyyətində keçiddən keçməsinin qadağan olunması, sağdakı şəkildə isə buldozerin nəqliyyat, yəni qeyri-işçi vəziyyətində keçiddən qaydalara uyğun keçməsi göstərilib. Sürəti saatda 8 kilometrdən aşağı olan nəqliyyat vasitələri və traktora qoşulan yük kirşəsi başqa nəqliyyatlara nisbətən keçiddən çox uzun müddətə keçir. Onlar keçiddən keçərkən resli nəqliyyat yaxınlaşdıqda qəza baş verə bilər. Bu səbəbdən də bu nəqliyyatları keçiddən keçirməzdən əvvəl dəmir yol stansiyası rəisinə müraciət olunur. Traktora qoşulan yük kirşəsinin yerlə sürünməsi səbəbli kirşənin keçə bilməsi üçün keçiddə qabaqcadan müəyyən işlər görülməlidir. Stansiya rəisi keçidə yaxınlaşan qatarlar arasında fasilə müddəti çox olan saatlarda bu nəqliyyatlara keçməyə icazə verir. Onlar yalnız göstərilən vaxtda keçiddən keçə bilərlər. Öyrəndiyiniz yol hərəkəti qaydalarına yollarda əməl edin. Videonu paylaşın ki, daha çox hərəkət iştirakçısı yol hərəkəti qaydalarını mükəmməl bilsin. Yollarda təhlükəsizlik tək sizdən yox, bütün hərəkət iştirakçılarından asılıdır. Videoya baxdıqdan sonra rəylərinizə yazmağı unutmayın. Şərhləriniz və rəyləriniz müəllif üçün dəyərlidir.